2330 manatlıq dələduzluq iddiası. Deməli belə, Real Azərbaycana daxil olan məlumata görə gündəlik ev təmizliyi üçün avadanlıqların icarəsi ilə məşğul olan sahibkar Araz Allahverdiyev dələduzluq iddiası ilə üzləşib. Bildirilir ki, elan tapas platformasında yerləşdirilib və qısa müddət sonra müştəri ilə əlaqə yaradılıb. İddialara əsasən Elcan Hüseynzadə sahibkarla əlaqə saxlayaraq avadanlıqları icarəyə götürmək istədiyini bildirib. Tərəflər arasında razılıq əldə olunub və avadanlıqlar fevralın 4-də təhvil verilib. Lakin bundan sonra vəziyyət tamamilə dəyişib. Sahibkarın sözlərinə görə avadanlıqlar geri qaytarılmalı olduğu halda qarşı tərəf müxtəlif bəhanələr gətirərək prosesi olduqca uzadıb. Nəticədə fevralın 4-dən indiyədək ümumilikdə 2300 manat məbləğində zərər yarandığı bildirilir. Məsələ bununla da bitmir. Araşdırmalar zamanı məlum olub ki, eyni şəxs daha əvvəl Nigar adlı xanımı mebel ustası olduğunu iddia edərək təxminən 1000 manat məbləğində zərərə salıb. İddiaya görə həmin vəsait yalnız sosial şəbəkədə paylaşım edildikdən sonra geri ödənilib. Hazırda Elcan Hüseynzadənin başqa şəxslərə qarşı da oxşar üsulla hərəkət etdiyi ehtimal olunur. Zərərçəkən tərəf aidiyyəti qurumlara müraciət edib və məsələnin hüquqi müstəvidə araşdırılmasını xahiş edir.